Tibbi sığorta əhalinin sosial müdafiəsi forması olmaqla həm də əhalinin dərman və tibb vasitələri ilə təchizatına təminat verəcək. Bu, Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan tibbi sığorta haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. İclasda bu kimi bir sıra digər önəmli məsələlər də müzakirəyə çıxarılıb. Hörmətli həmkarlar, mən təklif edirəm ki, Müstəqilliyin bərpası günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevəyə Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan xalqının və dövlətinin bugünü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq. Təbrik məktubundan sonra gündəlikdəki 15 məsələnin müzakirəsinə başlanıldı. Əsas məsələlərdən biri bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması və bələdiyyələrin sayının yarıdan çox azaldılması idi. 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayı 685-ə endirilməsi nəzərdə tutulmuşdur. Biz bələdiyyələrin sayını azaldırıq. Təbii bu, hamımız tərəfindən qəbul olunan çevi idarə etmə modeli üçün vacibdir. Amma səlahiyyətlərini necə artıra biləcəyikmi? Çünki hər hansı bir partiya üzvü bələdiyyə seçkilərinə qatılmaq istəyəndə onun səlahiyyətlərinin olmadığını əsas gətirərək orada iştirak eləmək o qədər də maraq göstərmir. Amma biz elə eləməliyik ki, cəlb edici olsun və partiyalarda ayrı-ayrı vətəndaşlar da bilsinlər ki, bu qurumda gerçək mənada xidmət göstərmə imkanı olacaqdır. Xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların müddətli həqiqi hərbi xidmət keçməsi ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edildi. Yaşlıqların qanunsuz məhvinə və ya heyvanlarla rəhimsiz rəftara görə cərimələr artırılır. Layihəyə əsasən heyvanlarla rəhimsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manata dək məbləğdə cərimə tətbiq ediləcək. Heyvanlarla rəhimsiz rəftar edilməsi ilə bağlı maddə yeni redaksiyada təqdim edilir. Buradakı sanksiyalar da sərtləşdirilir. Bununla yanaşı yeni maddə heyvanlarla rəhimsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsi əlavə olunur. Vacib qanundur, çünki Azərbaycanın başdan ayağa Aran, Mil, Şirvanın yarısı, Bakının ətrafı yaşıllıqdan məhrumdur. Hətta təklif eləyərdim ki, ayrı-ayrı icra hakimiyyətləri, ümumiyyətlə bu respublikada bir dəbə çevrilsin. Heç olmasa ayda bir dəfə, 2 ayda bir dəfə iməclik yolu ilə yaşıllıqlar salsınlar. Axı bunun nə dərəcədə vacib olduğunu izah etməyə ehtiyac yoxdur. Ərazimizin yarısı səhra və yaxud yarım səhra şəraitidir. Tibbi sığorta haqqında qanuna edilən dəyişikliklə aptek təşkilatçıları tibbi sığortanın subyektləri sırasına daxil ediləcək. Qanun layihəsinə əsasən tibbi sığorta əhalinin sosial müdafiəsi forması olmaqla həm də əhalinin dərman və tibbi vasitələrlə təchizatına təminat verəcək. Parlamentin növbəti iclası oktyabrın 22-sində keçiriləcək. Rüstəm Mikayılzadə, Anar Ağazadə, İTV Xəbər.